Milli Elmlər Akademiyasında işləyən Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli ona verilən sualı anlamırsa, ona uyğun cavab vermirsə, durun məndə burada nə hərf səhvi tutursunuz siz? İsa Həbibbəyliyə həmkarlarımdan biri sual verdi. Deyirlər ki, Milli Elmlər Akademiyasında Ramiz Mehdiyevin şəkli hələ də qalır. İsa müəllim də soyuqdan o qədər dolmuşdu ki, burnunu sildi, dayandı və orada jurnalist sual verir. Deyirlər ki, Milli Elmlər Akademiyasında hələ də Ramiz Mehdiyevin şəkli qalır. İsa müəllim nə dedi? Mən 4 dəfə qulaq astım, anladım nəyin dediyini. Hava çox soyuq idi. Adamın dili, dodağı dona bilərdi, normal bir şeydir. O kiminsə üşüməyinə burada nəysə demək, yəni heç birimizin ixtiyarı yoxdur. Çünki həqiqətən də hava çox soyuq idi yanvar ayının 20-sində. Sadəcə Milli Elmlər Akademiyasında Ramiz Mehdiyevin şəkli qaldı qıraqda. İsa Həbibbəyli dedi ki, Milli Məclisin kitabxanasında Ramiz Mehdiyevin şəkli daha yoxdur. Yəni dedi ki, Milli Məclisin kitabxanasında Ramiz Mehdiyevin şəkli daha yoxdur. Mən bir şey başa düşmədim. Axırda söhbət Milli Məclisdən getmirdi. İkincə Milli Məclisin kitabxanasında Ramiz Mehdiyevin şəkli niyə olsun? Bəlkə də olmalıdır, mən bilmirəm. Milli Elmlər Akademiyası, Milli Məclis. Başa düşdüm, ikisi də milli ilə başlayır. Milli ilə başlayır. Milli Elmlər Akademiyası, bir də ki Milli Məclis. O iki milli sözü biraz İsa müəllimi çaşdırdı orada. Biraz da soyuq, biraz da burun axma, üşütmə, nə də olsa, yəni yaşlı insanlar çox soyuqda dayanmalı deyirlər.